Almanya Burjua demokratik inqilabı. Almanyanın digər Avropa ölkələrindən fərqli olaraq gec birləşməsi onu dünyanın yenidən bölüşdürülməsinə sövq edirdi. Bu prosesi həyata keçirmək üçün 1882-ci ildə Üçlər İttifaqı qurulmuş və bütün hazırlıqlara başlanılmışdı. Birinci Dünya müharibəsi ərəfəsində İngiltərə ilə ziddiyyətlərin kəskinləşməsi böyük müharibənin başlanmasını qaçılmaz etdi. 1918-ci ilin yayında Alman qoşunlarının darmadağın edilməsi müharibədə Almaniyanın qəti məğlubiyyətini göstərdi. Birinci Dünya müharibəsindəki hərbi uğursuzluqlar ölkədə sosial-iqtisadi vəziyyətə ağır zərbə vurdu. Almaniya hökuməti ABŞ prezidenti Woodrow Wilsona məktub göndərərək sülh danışıqlarına başlamağı təklif etdi. Ancaq ABŞ bu təklifdən imtina etdi. Hökumət inqilabi böhranın qarşısını almaq üçün bir sıra tədbirlər gördü. 1. Hökumət parlament qarşısında məsuliyyət daşımalı idi. 2. Siyasi məhbuslara amnistiya verildi. Ancaq görülən tədbirlər xalq kütlələrinin etirazlarının qarşısını almaqda aciz idi. Hökumət kütlələrin rəğbətini qazanmaq üçün Kiel limanında yerləşən hərbi dənizçiləri İngiltərə donanması ilə döyüşə çıxarmaq istədi. Burada hökumətin məqsədi ingilislər üzərində qələbə əldə etməklə xalq inqilabı meyillərindən çəkindirmək idi. Ancaq Kiel hərbi dənizçiləri bu əmrə tabe olmayıb, 1918-ci ilin noyabrında üsyan etdilər. Beləliklə, Almaniyada inqilab baş verdi. Burjua demokratik xarakter daşıyan inqilabın qarşısında əsas məsələ monarxiyanı devirmək, demokratik respublika qurmaq idi. Noyabrın 9-da inqilab qələbə ilə başa çatdı. Almaniyada monarxiya devrildi. Almaniya tarixində ilk dəfə respublika elan olundu. Weimar Respublikası Antanta ölkələri ilə Versal sülh müqaviləsinin imzalanmasından sonra Almaniyada belə bir mif yarandı ki, güya Almaniya müharibə meydanında məğlub olmamış, İnqilab nəticəsində müharibəni bitirməyə məcbur olmuşdur. Bu, Almaniya üçün arxadan zərbə kimi dəyərləndirilmişdir. 1919-cu ildə Weimarda Almaniya konstitusiyası qəbul edildi. 1933-cü ilə qədər Almaniya Respublikası Weimar Respublikası kimi tanındı. Konstitusiyaya görə Almaniya prezident parlamentli federal quruluşlu respublika elan edildi. Qanunverici orqan Reichstag, dövlət başçısı prezident, hökumət başçısı isə Reichskansler adlandırıldı. 1871-ci il konstitusiyasından fərqli olaraq Weimar konstitusiyasında demokratik azadlıqlar öz əksini tapmışdı. Müharibədən məğlub ayrılaraq Almaniyanın iqtisadiyyatı ağır vəziyyətdə idi. Sənaye istehsalı kəskin şəkildə azalmışdı. Müharibə dövründəki xərclər ölkənin maliyyə vəziyyətini məhv etmişdi. Versal müqaviləsi ilə Almaniya, Elzas və Lotaringiya kimi əlverişli sənaye mərkəzlərindən məhrum olmuşdu. Həmçinin ölkənin böyük məbləğdə təzminat ödəməyə məcbur edilməsi, Fransa və Belçikanın Almaniyanın əlində qalan əsas sənaye obyektlərinə hərbi müdaxiləsi iqtisadiyyata böyük zərbə vurdu. 1923-cü ildə Rur bölgəsinin Fransa və Belçika tərəfindən işğalına qarşı Alman hökuməti pasiv müqavimət siyasətini həyata keçirdi. Alman işçiləri tətilə başladılar və hökumət onların maaşlarını daha çox kağız pul çap etməklə ödəyirdi. Bu isə Almaniyada inflyasiyanı, pulun dəyərdən düşməsi gücləndirdi. Alman pulu o qədər dəyərsizləşmişdir ki, işsizlər həftəlik maaşlarını evə aparmaq üçün əl arabalarından istifadə edirdilər. İnsanlar odundan ucuz olduğu üçün kağız pulu ocaqda yanacaq kimi yandırırdılar. Bununla da ciddi sosial problemlər yarandı. Nəticədə orta təbəqə respublikaya düşmən mövqedə olan radikal siyasi partiyalara rəğbət göstərməyə başladılar. Nasist partiyasının yaranması, ölkədəki böhrandan istifadə etmək istəyən kommunistlər, sosial demokratlar, nasional sosialistlər hakimiyyəti ələ keçirmək üçün mübarizə aparırdılar. 1920-ci ildə Nasist partiyasının yaranması və sonralar hakimiyyətə gəlməsi Almaniyanın bu dövr tarixinin ən faciəli hadisələrindəndir.
Partiyanın lideri Adolf Hitler idi. 1923-cü ildə Hitlerin başçılığı ilə Münhində faşistlərin qiyamı uğursuz oldu. Pivəxana qiyamı kimi tanınan bu hadisə nəticəsində Hitler 5 il həbsə məhkum edildi. O 7 ay həbsdə qaldı. Həbsdə olarkən Mənim mübarizəm Mein Kampf kitabını yazdı. Almaniyanın qızıl dövrü. Almaniya maliyyə iqtisadi böhranından İngiltərə və Davos planına əsasən ABŞ-dən aldığı kreditlər hesabına çıxa bildi. 1924-cü ildə iqtisadiyyatda başlayan nisbi sabitləşmə dövrü 1929-cu ilə qədər davam etdi. Bu dövr Almaniyanın qızıl dövrü adlanır. Qızıl dövrdə Almaniyanın xarici siyasətində Versal müqaviləsinin şərtlərinin bir qədər yumuşalması mühüm yer tuturdu. Qalib dövlətlər arasındakı ziddiyyətlərdən istifadə edən Almaniya, Sovet Rusiyası ilə müqavilə bağladı. Qərb ölkələri Almaniyada sabitlik yaratdıqdan sonra onun iqtisadi cəhətdən dirçəlməsinə kömək etməyə başladılar. 1925-ci ildə çağırılmış Lokarno konferansında imzalanan Reyn Təminat Paktı Almaniyanın dirçəlməsinə kömək etdi. Bu pakt müharibədən sonra Almaniyanın bərabər hüquqlu tərəfkeş kimi tanınmasında ilk addım oldu. Bu proses 1926-cı ildə Almaniyanın Millətlər Cəmiyyətinə daxil olmasına gətirib çıxardı. Böyük iqtisadi böhran dövrü. 1929-cu ildə ABŞ-də başlanan böyük iqtisadi böhran Almaniyaya daha çox təsir etdi. Çünki ABŞ və İngiltərə iqtisadi böhranın yaratdığı maliyyə vəziyyətini bəhanə edərək Almaniyaya verilən kreditləri dayandırdı. Almaniyanın təzminat verməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi. Nisbi inkişaf dövründən sonra Almaniyada böyük böhran başladı. İşsizlik dəfələrlə artdı. Böhran qorxuya və nasist millətçi partiyasının yüksəlişinə yol açdı. ABŞ prezidenti Hooverin təklifi ilə Almaniyanı ağır iqtisadi böhrandan xilas etmək üçün təzminat məsələsinə yenidən baxıldı. Almaniya 1932-ci ildən etibarən təzminat ödəməkdən azad edildi. İqtisadi böhranın gətirdiyi fəsadlardan istifadə edən nasional sosialistlər və kommunistlər geniş təbliğat apararaq tərəfdarlarını çoxaltdılar. Nasist partiyasının proqramında göstərilirdi ki, nasist diktaturasının yaradılması, Versal müqaviləsi buxovlarından xilas olmaq və böhrandan qurtarmağın yeganə yoludur. Hitler vəd edirdi, xüsusi mülkiyyəti qorumağı, trestlər üzərində nəzarət təşkil etməyi, işsizliyi ləğv etməyi, aqrar islahat keçirməyi. Nasistlərin hakimiyyətə gəlməsi. 1923-cü ildə nasistlərin uğursuz qiyam cəhdindən sonra həbs edilən Hitler, nasistlərin hakimiyyətə zorakılıqla deyil, qanuni yollarla gələ biləcəyini başa düşdü. Bu nasistlərin seçkilərdə qalib gəlməsini təmin etmək üçün kütləvi siyasi partiyaya çevrilməsindən asılı idi. Ona görə də həbsdən çıxandan sonra nasist partiyasını ölkənin hər yerində genişləndirdi. Böyük böhran nəticəsində yaranan iqtisadi çətinliklər, işsizliyin kəskin artması və Versal müqaviləsinə nifrət nasistlərin hakimiyyətə gəlməsində həlledici amil oldu. Sənayeçilər, torpaq zadəganları, hərbi zabitlər və yüksək vəzifəli məmurlar arasında kommunistlərin hakimiyyətə gəlməsi qorxusu yarandı. Ona görə də Hitleri dəstəkləməyə başladılar və 1933-cü ildə onu hökumət başçısı təyin etməsi üçün prezidentə təzyiq göstərdilər. 1932-ci ildə Reichstagda keçirilən seçkilərdə Almaniyada iqtisadi böhranın yaratdığı çətinliklərdən istifadə edən nasistlər müxtəlif vədlərlə qalib gəldilər. Lakin bu, tək başına hökumət qurmağa bəs etmirdi. Hitlerin verdiyi vədlərdən təsirlənən bir qrup iri burjuaziya nümayəndələri prezident Hindenburgdan onun hökumət başçısı təyin olunmasını tələb etdilər. 1933-cü ildə Reichskansler təyin olunan Hitler yeni hökumətin tərkibinə digər partiyaların nümayəndələrini də daxil etdi. Ancaq bu koalisiyalı hökumət formal xarakter daşıyırdı. Hökumətin əsas üzvləri nasistlərdən ibarət idi.
Nasistlər hakimiyyətə gəldikdən sonra siyasi rəqiblərinə qarşı təqiblərə, açıq terrora başladılar. Reichstag binasının yandırılmasını təşkil edən nasistlər bu işdə təqsirli kimi kommunistləri göstərdilər. Reichstagın qəbul etdiyi qanunla hökumətə fövqəladə səlahiyyət verildi. Bu da əslində konstitusiya və Reichstagın ləğv edilməsi demək idi. Əslində parlament tərəfindən Hitlerə diktatorluq səlahiyyəti verildi. Yahudilər və nasist olmayanlar dövlət qulluğundan çıxarıldı. Hitlerin tələbi ilə Hindenburg xalqı və dövləti müdafiə etmək adlı fərman imzaladı. Fərmana əsasən Weimar Konstitusiyasının müəyyən etdiyi bütün azadlıqlar ləğv edildi. Bu Weimar Konstitusiyasının iflası demək idi. 1933-cü ildən Nasist partiyasından başqa bütün siyasi partiyalar ləğv edildi. Həmkarlar ittifaqlarının fəaliyyətləri məhdudlaşdırıldı və nasistlərin nəzarətinə keçdi. Federal dövlət tərkibinə daxil olan Alman torpaqlarının muxtariyyəti ləğv olundu. Faşist xüsusi dəstələri və gizli polis, Gestapo yaradıldı. Nasist rejiminə qarşı çıxanlar üçün həbs düşərgələri quruldu. Beləliklə Hitler totalitar dövlətin əsasını qoydu. 1934-cü ildə Hindenburgun ölümündən sonra prezident idarəsi ləğv edildi. Hitler prezident və Reichskansler vəzifəsini birləşdirərək özünü Alman millətinin Führeri, rəhbəri adlandırmaqla bütün hakimiyyəti əlində cəmləşdirdi. Dövlət məmurları və əskərlər Führerə şəxsi sədaqət andı içməli idilər. Ölkədə avtoritar faşist diktaturası yaradıldı. Antisemitizm siyasəti. Hakimiyyətə gəldikdən sonra nasistlər antisemitizm ideyalarını həyata keçirməyə başladılar. Yəhudilərin bütün müəssisələri boykot edilməyə başlandı. Onlar Alman vətəndaşlığından çıxarıldı. Dövlət aparatında vəzifə tutmaları qanunla qadağan olundu. Yəhudilərin bütün ictimai binalara, o cümlədən məktəblərə, xəstəxanalara və nəqliyyat vasitələrinə girişi qadağan edildi. Onların səbəbsiz yerə öldürülməsi və həbs düşərgələrinə göndərilməsi adi hala çevrildi. 1938-ci ilin noyabrında Yəhudi qırğınları törədildi. Nasistlərin iqtisadi siyasəti. Hitler işsizliyi aradan qaldırmağa və iqtisadi böhrana son qoymağa çalışırdı. Hərbi sənayinin inkişaf etdirilməsi nasistlərin iqtisadi siyasətinin əsaslarından birini təşkil edirdi. Kütləvi silahlanma proqramı işsizlik problemini həll etmək üçün əsas vasitə idi. Bir neçə il ərzində işsizlik xeyli azaldıldı. Böhranın aradan qaldırılması bir çox Almanların Hitleri və nasistləri qəbul etməsinə səbəb olan mühüm amil oldu. Təbliğat və təşkilatlanma. Alman xalqını Hitler siyasətinin alətinə çevirmək üçün kütləvi nümayişlər və tamaşalardan istifadə olunurdu. Kilsələr, ibtidai və orta məktəblər, universitetlər nasist totalitar dövlətinin nəzarəti altına alındı. Dövlət qulluqçuları, müəllimlər, qadınlar, fermerlər, həkimlər, hüquqşünaslar üçün nasist peşə təşkilatları yaradıldı. Bundan əlavə, Uşaq və Gənclər Təşkilatında nasist ideyaları təbliğ edilirdi. Nasistlər qadınların ev işləri ilə məşğul olmasını təbliğ edirdilər. Ağır sənayedəki işlərin qadınların sağlam uşaq dünyaya gətirməsinə mane ola biləcəyini düşündürülürdü. Bəzi peşələr, o cümlədən universitet müəllimliyi, tibb və hüquq da qadınlar, xüsusilə də evli qadınlar üçün yararsız hesab edilirdi. Nasist Almaniyasının xarici siyasəti. Nasistlərin xarici siyasətinin əsasını təşkil edirdi. Birinci Dünya müharibəsində məğlubiyyətin əvəzini çıxmaq, Avropanı istila etmək, dünyaya ağalıq etmək. Avropada müharibə ocağı. Almaniyada nasist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflas etməyə başladı. Hitler Versal müqaviləsinin bütün hərbi maddələrini ləğv etdi. Alman ordusunun sayını artırdı. Bütün silah növlərinin istehsalını bərpa etdi. Hərbi mükəlləfiyyət və baş qərargah bərpa edildi. Hərbi hava qüvvələrinin və sualtı donanmanın yaradılmasına başlanıldı.
İlk olaraq silahlanma məhdudiyyətlərindən azad olmaq üçün Millətlər Cəmiyyəti qəti etirazını bildirdiyinə görə Almaniya 1933-cü ildə Millətlər Cəmiyyətindən çıxdı. Beləliklə, Almaniya Avropada ən güclü hərbi sənaye kompleksinə və hərbi texnika ilə silahlanmış orduya malik oldu. Daha sonra Versal sülh müqaviləsində qoyulan hərbi məhdudiyyətlərin ləğvinə başladı. 1935-ci ildə Hitler hökuməti referendum keçirərək Sar vilayətini geri aldı. 1936-cı ildə hərbsizləşdirilmiş Reyn zonasına ordu yeritməsi ilə Versal sistemi iflasa uğradı. Nasistlərin səyi nəticəsində Avropada müharibə ocağı yarandı. İşğalçı siyasət tədricən Almaniya, İtaliya və Yaponiyanı yaxınlaşdırdı. 1936-cı ilin payızında Almaniya-İtaliya ittifaqı yaradıldı. Bu zaman Almaniya və Yaponiya arasında Antikomintern paktı imzalandı. Az sonra İtaliyada həmin pakta qoşuldu. Hitlerin vətəni hesab etdiyi Avstriyanı dinc yolla Almaniyaya birləşdirilməsi təcavüzkar siyasətin genişlənməsinə səbəb oldu. İri dövlətlərin bu təcavüzə göz yumaraq 1938-ci ilin payızında Çexoslovakiyanın Almanlar yaşayan Sudent vilayətinin Almaniya verilməsini nəzərdə tutan Münhen sövdələşməsini imzalaması Avropada müharibə ocağının alovlanmasına şərait yaratdı. 1940-cı ilin sentyabrında dünyanı bölüşdürmək məqsədi güdən Almaniya, İtaliya, Yaponiya üçlük paktı imzalandı.